بسم الله الرحمن الرحیم. بازگرد این بام و کبوترخانه من، چون کبوتر پر زنم مستانه من. جبریل عشقم و صدرم تویی، من سقیمم عیسی مریم تویی. جبریل عشقم صدرم تویی، من سقیمم عیسی مریم تویی. Sensen İsa bir sağalmaz xəstə mənəm eşqin Cebraili sedrə sən. Bütün hörmətli insanlara salam deyirəm. Allah'tan hamıya sağlamlıq arzulayıram. Belə mənalı məhfildə Qur'an yorumçularının, müfəssirlərinin, dadanlarının, duyanlarının içine katılmak benim için bir büyük şeref ve izzettir. O əsasda tərife, tavsife sığınmayan bir sevgideyim ki Tanrı'ya minler şükürler olsun. Ben Furqan suresinden 36. ayeden 40. ayeye kadar araştırmasını, açıklamasını üzerime götürmüşəm. Önceden ayeleri okuyup Türkçe'ye çevirmekten sonra sözlerimi sizlere saygıyla təqdim edeceğim. Bir sıra sorgulara, suallara da olmuşken yanıtlayacağız, cevaplayacağız. Şüpheleri de açıklayacağız. Mənə saadet üz gətirmişdi. İllərdir Qur'anın Türkçe iki əlifbada, Latin əlifbasında, Ərəb əlifbasında tərcüməsinə məşğul idim. Bir xırdaca işləri qalır qurtarsın. O əsasda birinci ayələri öz tərcüməndən sizə oxuyacağım. Aydötür buyurdular ki, Türkçe'de çətin olacaqdır, amma o kadar da çətin olmayacaktı. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve laqad ateyna Musa'l kitab. Hakikaten biz Musa'ya kitap verdik. Ve cealna ma'ahu ahahu Harun'a vezira. Ve onun kardeşini Harun'a köməkçi verdik. Aydötür düz işarələdilər. Vəzir, viziri götürən, köməkçi, yardımcı ərəbi kələmədir. Fəqulna, biz onlara dedik. İzhəbə iləl qavmillezine kəzzəbu bi ayatina. Gedin bizim ayələrimizi yalan sayan qovmun ardısıca. Təkzib yine de döktürdüz buyurdular ki yalan sayan, yalan sanan, yani bir şey yalan deyir. Yalan demir, ha yalan dervağa sanır, fikreli ki yalanla. O qovm işi bizim ayelerimizi yalan sayır, sanır. Fədəmmərnahum tədmira. Biz onları şübhəsiz məhv etdik. Və qavmə Nuhin, Nuhun tayfası da belədir. Kəzzəbu ər-rusulə. O zaman ki peyğəmbərlərin gəlməsini yalan sanırdılar. Əqrəqnahum. Biz onları boğduq. Və cealnahum linnâsi ayətən. Adamlara bir ayə kimi ibrət dərs etdik. Və ətədna lizzaliminə əzabən əlima. Zalimlər üçün şiddətli bir əzab hazırladıq. Və Adən və Səmudə və Əshab-ər Rəs. Adı da, Səmudu da, Şueyb'in Res adlanan qovmu da və qurunən
Baxmayaraq illər onların arasında keçdi. Qurunan beynə zalikə kəsiran. Biz yerlə yeksan etdik. Həman o dəmmərna tədmirayı şahid etdik. Buyurdular ki, gəlir burada da özünü göstərir. Və kullən vərəbna ləhul əmsal. Biz onların hər biri üçün cürbəcür məsələlər çəkdik. Parantezdə bir qıssa bunlara tozihləri olur ki, o tərcümələr bir-biri ilə tutsun. Parantezin içində öğütlərimizə, nəsihətlərimizə qulaq asmadıqlarına görə və kullən təbbərna tətbira. Onları yerli köhlü yox etdik. Təbərə, yəni yox eləmək, yerli köhlü. Həlakət. Və ləqəd ətəv ələl qəriyyəti. Bu ətəvin vav ki, burada faildir, geydir Qureyş müşriklərinə. Onlar ki, Şamata ticarətə gedirdilər. Orada gedirlər bir para, abadilər, şəhərlər görürlər ki, darmadağımdılar. Qur'an o tarixdən ki, biraz misal çəkir, yavaş-yavaş misallar gətirir, eyni eləsin bunlara. Desin ki, gözünüzün qabağındadır. Siz ki, gedirsiniz ticarətə Şamatda, orada görürsünüz bir para şəhərlər dağılıbdır. O şəhərlərin də biz başına oyunlar açmışıq. Onlar bir para işlər görüblər ki, bu günə qalıblar. Qureyş müşrikləri ticarət üçün Şama gedərkən Əlləti umtirət mətərəssu fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. O şəhərə ki, fəlakət yağışı yağmışdı, ora gəldilər, çatdılar. O şəhər, o cür ki, nəql olunubdur, Sədum şəhriymiş, qovmi Lutun tayfasından orada yaşaymışlar. Əfələm yəkunu, məyər onu görmədilərmi? O şəhri məyər tacirlər, Qureyşin tacirləri məyər görmədilər? Bəli, burada həm xeyr, həm bəli mənisində. Xeyr, görmədilər. Bəli, gördülər əslən. Kanu la yercunə nuşura. Öldükdən sonra yenidən dirilməyə inanmırlar. Nuşur, öldükdən sonra yenidən dirilmək, la yercunə, bunlar inanmırlar. Özlərindən əvvəlki, bu da parantezin içində, özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-i şübhədə yaşayırlar. Çox xoşluram Qur'anın yormasını, ya təfsirini böyük türk arifdən Şəmsəddin Muhammed Təbrizidən yeni təfsir metodolojisini açıqlamaq üçün başlayam. Şəms-i Təbrizi məqalat-ı Şəmsidə belə deyirdi. Deyir, mənə dedilər, sən Qur'anı təfsir elə. Guftənd ma ra təfsir Qur'an besaz. گفتم تفسیر ما چنان است که میدانید نی از محمد نی از خدا. Dedim, siz bilirsiniz, mənim təfsirim nə Muhammed'dəndir, nə Allah'dan. İn mən niz münkir mi şəvəd mərə. Mən ki deyirəm mən, o mən də məni danır. میگویمش چون منکری رها کن برو ما را چه صدا میدهی. Mən ona deyirəm, indi ki, sən məni danırsan, get, bizə niyə baş ağrı verirsən, soda baş ağrı. Miqoyed mi nərəvəm, həmçinin mi başam münkir. Deyir, mən getməyəcəm, elə səni də danacağam. İn ki, nəfsi mənəs, suxəni mən fəhm nemi konə. Bu ki, mənim nəfsimdir, özümdür, məni düşünmür. چنان که آن خطات 3 گون خط نوشتی. ماجرای 3 خط şəhənin nuzulu buradadır. Necə ki o xət yazan 3 cürə xət yazdı. Yeki o xandi la qeyr. Bir xətti o yazdı,
təhcə özü oxuyur. Özü oxuyardı. Yeki həm o xandi, həm qeyr. İkinci xət həm özü oxuyurdu, həm də özgələri. Yeki nə o xandi, nə qeyr. Üçüncü xət nə o oxuya bilirdi, nə də özgələri. An mənəm ki, suxan guyəm. Nə mən danam, nə qeyr mən. Üçüncü xət mənəm. Danışıram. Nə özüm bilirəm, nə də özgələri. Üçüncü xət necə xətdir? Təfsiri Qur'anda. Şəms bunu gətirir meydana. Bu hər nə xətdir? Türk müsəlmanların doğru, düzgün təfsirdə çıxış yoludur. Çoxları bunu açıqlama yazıblar. Hətta bir kitab Xətt-i Sevvum adında qalın qəyim 890 səhifədə götür sahibə zamanı onunla bağlı çıxardıbdır. Amma təəssüflə çaşıbdır. Mən öz baxışığımı 3-cü xəttdən bağlı sizə təqdim edəcəm. Üstadımıza yetişdir. Xəttat, yəni Muhammed ibn Abdullah, Həzrəti Muhammed, İslam elçisi. Xətt də yəni Qur'an. Niyə? Çünki bu söhbətlər Qur'anın təfsiri barəsində idi. Şəmsidən istəyirlər Qur'anı təfsir eləsin. O da deyir, mənim təfsirim fərqli olacaqdır, bilin. Həzrəti Muhammed Qur'anı bir xət kimi gətirir. 3 cürə xət yazır. Birinci xət o xandi la qeyr. Təkcə Həzrəti Muhammed o xətti oxuya bilər. O xət Qur'anın əsrarı və mütəşabihatıdır. İkinci xət həm o xandi, həm qeyr. O Qur'anın zahiri və muhkəmatıdır. Hamı oxuya bilər. Hamı başa düşə bilər. Bəlağun mubindir. Üçüncü xət. Nə o xandi, nə qeyr o. O Şəmsin özüdür. Şəms tarixi baxımdan neçə yüz il Peyğəmbərdən sonra gəlib. Çox doğal bir düşüncədir ki, Şəms bir sıra mərifətlərə, məlumatlara əl tapsın ki, Peyğəmbərimiz onlara ətf-i inani eləməsin. An mənəm ki, suxan guyəm. Şəmsin baxışığı, anlamı, yorumu Qur'andan, Xətt-i Sevvumdan budur. Metodolojisi budur. Qur'an özü də həm 2 xəttdə yol açır, həm 3 xəttdə. Surə-i Al-İmranda 7-ci ayədə buyurur: Huvəl-ləzi ənzələ ələykəl kitab minhu ayatun muhkemat hunnə ummul kitab və axəru mütəşabihat. Bu 2 xəttdir. Bir sıra ayələr mühkemat, bir sıra mütəşabihat. Qur'anın özü, yəni Həzrəti Muhammed ibn Abdullahın özü 3-cü xəttdə yol açır. Harda? Rum surəsində 22-ci ayədə. Və min ayatihi xalqus semavat vəl-ərz və ixtilafu əlsinətikum və əlvanikum innə fi zəlikə ləayatun lil-aləm. Allah buyurur, mənim ayələrimdən göyləri, yeri yaratmaqdır. Dillərin fərqli olmağı, adamların rəhbərət olmasıdır. Mən özüm belə istəmişəm. Mən sizi fərqli olmağınızı, fərqli dilinizi, fərqli danışmağınızı bir ayə kimi rəsmiyyətə tanımışam. Bu mənim 3-cü xəttimdir. Təkmillədir. Qul kullun ya'malu ala şakilatihi. İsra surəsində. Bu ixtilaf-ı əlsinə və əlvan sizin şakilənizi, huviyyətinizi düzəldir. Mən də elam edirəm, kullun ya'malu ala şakilətihi Qur'anda, yəni hər kim öz insani huviyyətini şakiləsi əsasında iş görə bilər. Şakilət diqqətlə huviyyət mənasını daşıyır. Bir sıra şubiyyə mütərcimlər bunu tərsə bizə tərcümə ediblər.
xulq, huy, heyət, şekl, fitrət. Amma o deyil. Şakilə kullun ya'malu ala şakilətihi, hər insan öz insani hüviyyəti əsasında əməl eləyir və əməl eləməlidir. Ya'malu fe'l muzari در cəryandır. Yəni əlan əməl eləyir. Bu nə mənədir? Qur'anın peyğamıdır 3-cü xəttdə. Kimsə öz hüviyyəti əsasında iş görməlidir. Bu bir doğal, təbii bir düşüncədir. Gördüyünüz Qur'an öz dilimizdə, öz şakiləmizdə olan təfsiri və düşüncəni qəbul edir. Axı dil təhcə lümlüt kələmələr deyil. Dil özü ilə bir millətin bütün usturəsini, tarixini, fəlsəfi, irfani düşüncəsini, duyğularını, kədərlərini, amaclarını bir mükəmməl anlamda onun hüviyyətini daşıyır. Dildə bir sıra məsələlər var ki, təhcə o dildə danışan onu bilər. Bizim bəzi vaxt dillərimizdə var, ya Təbrizdə bir məsəl var, görürsən dinin elçiliyinə gəliblər, deyirlər ki, qızı verdim filan kəsə, ya yox. Deyir ki, baba, ötüzlə, o bir anamcə kəsəndir, mən uşaqlıq edirəm bunu. İndi bu anamcə kəsənə ki, Təbrizdə, sən bir dənə götür kitab yazıcına. Məsələn, Farsda sən buna nə deyərlərsən buna? Xeyli adəmi bədidir, məsələn. Ya ərəbidə məsələn nə mənə bunu tərcümə eləyə bilərsən, ingilisdə nə tərcümə eləyə bilərsən. Bu bir dənə məsəl, bir dənə özü ilə, bir dənə kitabı daşıyır ki, o insanın olmayan xibasətliyini bu məsələdə istəyir göstərsin. Bəs bu təhcə bir kələmələr deyil, bu dildə daşıyır. Şəmsin də hər halda 3-cü xətti, yəni Qur'andan hüviyyəti təfsir, Təbriz məktəbindən qaynaqlanan bir yorumdur. Niyə hüviyyət, niyə kimlik, niyə özlüyümüz? Buna görə Muhammed ibn Abdullah Qar Hərada məgər Allah'ı axtarırdı. Əlbəttə yox. Özünü axtarırdı. Məhsis də İncildə neçə yerdə var ki, mən özümü itirmişəm. Gedirəm, özümü axtaram. Ona görə Peyğəmbər də Qar Hərada getdi, özünü tapdı. İrfani mənada birinci kələmə ki, buna deyirlər, iqrə, iqrə yəni oyan. Oyan və get oyat. Yoxsa Məkkə doluydu ilahələrlə. Birini seçib ona tapınardı. Birinci ərəfə nəfsə İslam məktəbində Peyğəmbərin özünə hadis olur. Sonra öz içində Tanrısını tapıb, baxır görür o vahiddir. Əhəddir, əzəlidir, əbədidir, ən yaxındır. Nəhnu əqrəbu min həblil vəriddir. Mevlana demişdən çünki həqqəs əqrəbər həblül vərid, top fəkəndi, tir fikrət ra bəyid. Baxdı gördü, əynəmə tuvallu, fəsəmmə vəçullah. Hayana üz döndərirsən, o elə oradadır. Gəldi, botları sındırdı. Çənd bot beşkəs Əhməd در cihan, ta ki yarab quy gəştənd ümmətən. Bunlar Peyğəmbərin ərəfə nəfsəsinin zəncin, mənalı təcrübələri idilər. O əsasda Həzrəti Muhammed oyandı. Özgələri də çalışdı o yolda. Bütün ümmətini də istədi o yanda. Mənim ümmətim, mən özümü tapmışam. Siz də özünüzü gəlin, tapın. Özünə gələni nə almaq olar, nə yıxmaq olar, nə yolundan saxlamaq olar, nə yolundan çıxartmaq olar. O əsasda günü qoyurdular sağ əlinə, ayı qoyurdular sol əlinə. Bizim Peyğəmbərimiz geriyə dönmədi. Dala getmədi. Siz özünüzü tapmasanız, kəmalə, təaliyə də çatmayacaqsınız. Özünü tapmayan, özgəni də tanımayacaq. Özünü tanıyan bir güvənc, bir inanc, bir iman qazanır. Bu güvənc, bu inanc bunu bir coşqun ağlıqlığa, əqlaniyyətə çatdırır. Özünü tanıyan butları və digər insanlara səcdə gətirməyə, boyun əyməkdə, məcburiyyətdə qalmayacaqdır. Hüviyyətini tanıyan bütün ilahələri, botları zehnində, ürəyində siləcəkdir. Hüviyyət insanlığa yol açır. Hüviyyətini tanımayan insanlıqdan da danışa bilənməz. Hüviyyətini tanıyan şübhəsiz cəsarətə və cürətə əl tapır. Özünü tanıyacaqdır.
özünü satmayacaqdır. Hüviyyətini tapan əql o, tədbirat o, huşu qandallayacaqdır. Mevlana demişsən, ey qulamət əql o, tədbirat o, huş, çون çenini xiş ra ərzan furuş. Ey olan huşlar onun dağlı qulu, özünü satma, ucuz, sən dolu. تو خوشی و خوب و کان هر خوشی پس چرا تو منت باده کشی سن özün میسن özün میخانسن نیلیرسن می هودان مستسن باده از ما مست شد نیما از او عالم از ما هست شد نیما از او ای همه دریا چه خواهی کرد نم وی همه هستی چه میجویی عدم حسنه حیران دیبسن هر نگی دریاسان سن نیلرسن سن نمی ای مه تابان چه خواهی کرد گرد ای که مه در پیش رویت روی زرد نیلرسن سن قبار nazlı ay seninle yoktu aya bu yerde pay özünü tapan bir güneşe çevrilir zerreye boyun eğmez آفتاب از ذره ای شد وامخواه زهره ای از خمره ای شد جامخواه سرغویا tutmaz güneş bir zerreni xirmen ahir neyneyir bir yük deni ey رخ چون زهرت شمس و زها ای گدای رنگ تو گلگونه ها عالمه ای nur yayan ay parçası seninle hüznün düşer damlan tası hiç muhtaç می گلگون neyi terk kon گلگونه تو گلگونه‌ای paylayır xalqa gözəllik əllərin baxışın kovsərdir saqi gözlərin Mevlana bu sözlərlə insanı alqışlayır özlüyünü, hüviyyətini, şakiləsini tapsın mənim əzizlərim Kur'an iqra ilə başlayır bir mənasını dedik ikinci mənası budur ki Kur'an iqra yəni oxu. Üçüncü mənası yəni yığmaq. Məqru o yerdir ki, orada su yığışır. Qərə kökündəndir. İslami təməddün iqraya dayanaraq hər zaman oxunmalıdır. Öncəlikdə necə Peyğəmbərə deyir, öz kitabını oxu. Kur'an Peyğəmbərə xitab verir, sən öz kitabını oxumalısan. Özün özünə hesabçı olmalısan. Yəni, özlüyünü tapmalısan. İqra kitabəkə kəfa binəfsikəl yevm ələkə həsibə. Mənim Peyğəmbərim, get öz düşüncəvi oxu. Kitab fəlsəfi nəzəridir ümumiyyətdə Qur'anda. Oradakı fəlsəfi əməli gətirir, orada da hikmət işlədir. Öz kitabı oxu, öz düşüncəvi oxucuna. Niyə? Mən ihtəda, bunu da yanlış tərcümə ediblər. Mən ihtəda fəinnəma yəhtədi linəfsi. Kimsə istəyə hidayət ola, hidayəti özündən başlamalıdır. Sən özü hidayət eləmirsən, özü gələ, sən necə hidayət edə bilərsən? Başlamalıdır. Kimsə və mən zəllə fəinnəma yəbillu aləyyə. Kimsə də yolu azsa, birinci özünü azdırır. Niyə? Bəra ki, la təziru vazirətun vezrə uxra. Götür yaxşı işarələrdilər. Vezr mənasında. Niyə ki, heç kim kimsənin yükünü öhdəsinə almayacaqdır. Hey sən denən ki, baba, mən filan kəsdən təqlid eləmişim. Hey denən ki, mən filan kəsin döşəstəsinin altına bir belə pul yığmışam. Hey denən filan məclisdə bir belə mən gözümdən yaş görmüşəm. La təziru vazirətun vezrə uxra. Sənə bu icazən vermir ki, sən məsuliyyəti atasan özgələrin boynuna. Yox, özünsən. Çünki özünsən, özünü tapmalısan. Bu Qur'anın sözüdür. Belə sözlər hamısı ərəfə nəfsədən çıxır. Ərəfə rəbbədən yox. Bir insan ərəfə nəfsəyə çatsa, özünü də sevər. Aydın Fərnan burada yaxşıca köməkli eləyər. Bu unvanı bir dənə rəvanşünas, rəvanfizir. Budur ki, insan özünü istəsə, özünü sevər, özgəni də sevər. Özü özünü
özünün Allahı olar. Daha içərisi böyük bir aləmə çönər. Məyər bizim ariflərimiz demirdilər, insan aləmə əkbərdir. Bu aləm əkbər hardadır? İşdədir. Əlbəttən işdədir. Bu sən içindədir. Hangi insanı, insanın ki hüviyyətini tapa, ərəfə nəfsəyə yetişə, bu insan daha iki cihana sığmaz. Nəsimi demişkən, məndə sığar iki cihan, mən bu cihana sığmazam. O ərəfə nəfsəyə yetişibdir. İki cihana sığmır. Ey bülbülü qudsi, nə giriftarı qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə. İçəridəki aləm buna fişər gəlir ki, işdəki o xırda aləmi yırtsın və dağıtsın. Bir dənə şeir vardı, Həzrət Əli əleyhissalama mənsubdur, deyir ki, ətəz əmə ənnəkə cirmun səğirun və fikən təvəl aləmul əkbər. Sən belə fikir eləyirsən ki, sən balaca bir cirmisən, sənin içində bir böyük dünya gizlənibdir. Ərəfə nəfsəyə istiyə çata, belə bir insanı ki, ərəfə nəfsəyə çatmaya, ərəfə rəbbəyə istiyə yetişə, tanrışünaslığı da bunun tərsə tanrışünaslıqdır. Bu tanrışünaslığın əsasında gələcək cinayət edəcək, qan tökəcək, bəşəriyyəti məlalətə, fəlakətə, zəlalətə, həlakətə çatdıracaqdır. Bir mevhum behişt yaratmaq üçün vaqei bir cəhənnəm yaradacaqdır. Şəmsin dəvəti, divan-ı Şəmsin sözü Qur'anın təfsirində birinci ixtilaf-ı əlsinəyə dayanaraq özümüzü tapmaqdan, tanımaqdan geçir. Mən mənə az vaxt verildi ki, söhbətlərimi tez yığam. Qur'anı xətt-i sevvumun metodolojisi təfsir eləmək barəsində biz Şəmsin gedişatını getməliyik. Türk-İslami irfanının məhsulu, meyvəsi, balası Mevlana'dır, Məsnəvidir, Şəms divanıdır. Mənaqibul Arifin ki, ən yaxın bir kitabdır Mevlana'nın əhvalında, Husamuddin Çələfi Orməli deyir ki, mən bir gün rüyada gördüm, Peyğəmbəri gördüm. Gördüm, Məsnəvini açıqdır Peyğəmbər, Məsnəvini təfsir edir. Bu Mənaqibul Arifində gəlir. Bu xətt ziddi şuubiye farsiye məcusiye hindidir. O xəttinə düz deməyəcək. Xətt-i sevvum Şəms-i Təbriz. Niyə ki? İrfani, fəlsəfi, təfsir ki, türküdən, şamanizmdən qaynaqlanır, bizə o təfsiri yaraldır. Şamanlar türklərin kökləri olaraq bir ağacı kəsəndə ondan icazə alırdılar. Asər keçən deyildi, çəməndən təşəkkür eləyək, ağaçdan təşəkkür eləyək. Bu bizim neçə minillik kökümüzdür ki, oradan qaynaqlanır, gəlir. Bir insan ki, ağacı kəsəndə ondan icazə alsa, bu heç vaxt baş şəkməyəcəkdir. Baş şəkməyəcəkdir. Nə tənha baş şəkməyəcək? Bir İslam-ı mütərəqqi ortalığa qoyacaqdır ki, bütün dünyanın sülhünə çalışacaq, qəllası bütün dünyaya yetirəcək, bəşəriyyəti aclıqdan tutaracaqdır. Bu xətt tərsə düşüncədən uzaqdır. Qur'an hüviyyəti, fəlsəfi, irfani, əxlaqi, fərhəngi bir kitabdır. Müsəlmanların özlərinə bir dənə hüviyyət qazanan bir kitabdır. Ərəblər özlərinə bir hüviyyət qazandılar. Öz təfsirlərini götürdülər. Türklər də öz təfsirlərini Qur'andan götürəcəklər. Necə ayələr Qur'anda fərqlidir? Məkkədə gələn ayələr, Mədinədə gələn ayələrlə və Təbukda gələn ayələrlə fərqlidir. Həm həcmidə, keyfiyyətdə, həm kəmiyyətdə mənada. Niyə ki, Məkkədə gələn ayələr hamısı zərbəti, ləhni, ton, xitablar müşriklərə, münafiqlərə, Peyğəmbərin fürsəti yox. Qaçaq kimin yaşayır orada tez-tez sözlərini deyir. Rəhmətli Bazərban deyərdi ki, ayat-ı Məhki həmişə xətkeş qoymuşam, hamısından xırdadırlar. Və bağən də özürdülər. Çünki zaman yox dəstən ona. O əsasdan mənədir. Xud nüzul ayələr gəlir coğrafiyada özü hüviyyəti şəkil tapır. Necə ola bilər ki, Qur'an Təbrizə gələ, Təbrizin qiyafəsini özünə götürməyə? O əsasda
bu təfsir bir dənə vəhdət yaraldan təfsirdir. Təfsir-i şubi bir dənə təfsir-i ixtilaf yaraldan, müsəlmanların içində bir böyük təfrəqə yaraldan bir təfsirdir. Biz o təfsirdən uzaq durmalıyıq. Necə ki, bir dənə qıssa hikayət vardır məqalat-ı şəmsidə, icazə versəz onu da oxuyum. دیگه شخصی در قضیه‌ای که دعوی کرده بود و گواه خواسته بودن 10 صوفی ببرد. Bir şəxsin ixtilafı var idi dadgahda. Buna dedilər ki, sən get içinə şahid gətirəcəksən. Bu getdi 10 dənə arif gəldi. Qazi گفت یک گواه دیگر بیار. Qazi buna dedi ki, qəbulda get bir dənə də şahid gətirməlisən. گفت ای مولانا واستشهدوا شهیدین من رجالکم. Mənim moulanam. Axı deyiblər 2 dənə şahid gətirməlisən. قاضی گفت این هر 10 یک گواهند. اگر 100,000 صوفی بیاری همه یکی هم. 1000 dənə də sufi arif gətirsən, bunların hamısını mən bir görəcəm. Ayrısını gətirməlisən. Ona görə Məqbərətül Urafai Təbriz ki, yüzlər arifin məskənidir, hamısı bir arifdir. O da Şəmsdir. Şəmsin də meyvəsi və məhsulu Mevlanadır. Metodoloji təfsirdə Məsnəvidən və Şəms دیوانından çıxmalıdır şey. Həst şarat Muhammed el-Murad kol گشادن در گشاد گرز بغداد و هری یا ادریان بی مزاج آب و گل نخزه بیان گرز مغرب برزند خورشید سر عین خورشید است این چیز دیگر شاخ گل هر جا که رویت هم گل است خم گل هر جا که جوشد هم مل است. bunu مولانا deyir. İndi şax gül Təbrizdə göbərək. Və o əsasda bizim 2 cürə təfsirimiz olar. Bir şubi təfsir, bir qeyri-şubi təfsir. Bir təfsiri ki, faslar bizə yazır, bir təfsiri ki, tühlər bizə yazır. Türkün məhkurəsində burada da neçə söhbət vardır. Burada söhbəti haqq و batil, zahir و batin, düzlük, ayrılıq, yalan, doğru, vəhdət və təfriqə təfavutu vardır. Təhkət dil burada mənası yoxdur. O əsasda mənim üçün vaxtım az olacaqdır. Mən bircə dəqiqədə bu ayələrin şərhinə mən getirim. Mən neçə səhifələrdən geçdim. Ümidvaram ki, mənə bir dənə də belə bir fürsət olsun ki, mən burada bəhsimi təkmillədim. Əzizlərimiz, bu ayələri ki, Aydötür Sedqi də burada zəhmət çəkdilər və incələdilər. Bu ayələr demək bizi dəvət edir tarixə. Gəlin tarix oxuyun. Bir qovmi ki, tarix oxumasa hər zaman çaşacaqdır. Hər zaman yanlış yol gedəcəkdir. Qur'an niyə bu misallar çəkir? Ad را مولانا دی آد را تو باد دادی در جهان برفکندی در عذاب و اندوهان قوم نوح از مکر تو در نوحند دل کباب و سینه şərh şərhən. Niyə bu misallar çəkir? Buna görə ki, eyləm eləyir ki, siz tarixi oxumalısınız, görməlisiniz. O qovmların başına nə bəla gəlibdir. Siz də o bəlalar qoymayasınız sizin başınıza gəlsin. Qur'an eyləm eləyir ki, mən neçə yerdə bu qovmların başına bəlanı gətirirəm. Mən ümumiyyətdə bundan 5 yerə yığmışam. Hər qovm ki, zülm eləsə, orada Allahın səbri aşıb daşır. Ənbiya surəsində. Kəm qəsəmna min qəryətin kanət zalimətən. Hər qovm ki, zülmə sarı getdilər, ədalətə yayınmadılar, o qovm məhkum bi fənadır. Ləqəd əhləkna əl-qurun min qəblikum ləmmə zələmu Yunus surəsində. Hər zaman zülmə getdilər, biz qovumduq ondan kəlləsinə. İkincisi, fəsad əxlaqıdır, fesqidir. Bir qovm ki, əxlaqiyyatı qoydu ayağının altına, o qovm aradan getməlidir, məhv olmalıdır. Bu Qur'anın peyğamıdır. Macərayı qovm Lut Surə-i Ərafda ayə 80 ta 83-də bunu deyir. Üçüncüsü, fəsad malıdır. İxtilasdır. Qovm Şuayb Surə-i Ərafda ayə 90-dan ta 92-yə kimi. Hər qovmi ki, öz millətinə hesab kitabını düz vermədi, düz hesab kitab eləmədi, məsail-i malidə. Qur'anın peyğamı budur ki, bu qovmada biz rəhmimiz yoxdur. Dördüncüsü, dünyanın ləzzətlərinə sərməst olmaqdır. Kəm əhləkna min qəryətin bəkirət məişətin. Fətilkə məsakin. O qovumlar çoxudular ki, onlar sərməst idilər. Görürsünüz indi camiəmizdə, tərəf bilmir, pulu nəcür xəşləsin. Mənim deyir, orada rəhmim yoxdur. Beşincisi, o qovmi ki, öz içində mudam təfrəqəni və ixtilafı pompaj edir.
لا تنازعوا فتفشلوا və təzhəb rihukum. Əgər bu təfrəqəyə siz üz qoyasınız, mürəttəb gedəsiniz təfrəqələrin üstünə, mən yenə də sizə rəhm eləməyəcəm. O əsasda sözümü bir dua ilə qurtarıram. Qur'andan alınıb rəhmətlik mövzuzi şəxslərdən. İlahi, ıldırım göndər, cəhalət pərdəsini yandır, qaranlıqda qalıbdır xəlq, bu dünyanı ışıqlandır. Sağ olasın. Çox məmnunum sənə var göstərdidən. Mən fərmaşlarım buyura əcizdən ki, burada mətləbi rayı verirlər. Bir dəfə bu beyitkiyat deyilmə ki, hər demədim bax, bəri. İnsanxan ki, sağ olun dostlar və var olsun əzəm olardı bu şey, insanxan gözəl fərmaşlarım ləzzət verməlisin. 90 xidmətin nəyə sual-cavab irtibatında əlbəttə müxatabımız ayet dökür də, cələsər. Hər zaman da müxatab özdə olsa da